suresinin 10-cu ayəsində. Rabbənə xfir lənə və li ixvaninəl-ləzinə səbəqunə bil-iman. Ey Rəbbimiz, bizi bağışla günah. Rabbənə xfir lənə, bizi bağışla günah. Və li ixvaninəl-ləzinə səbəqunə bil-iman. Və o qardaşlarımızı bağışla günah ki, imanda bizdən əvvəldə olublar. Dünyasını dəyişiblər. Onlar bizdən əvvəldə olublar, onlar bizdən əvvəl iman getiriblər. Səbəqunə bil-iman. Və lə təcəl fi qulubinə qillən. Bizim qəlbimizdə kin-küdurət qoyma günah. Möminin qəlbi bu cür olmalıdır. Möminin qəlbində kin olmamalıdır. Deyir, və lə təcəl fi qulubinə qillən. Qəlblərimizdə kin-küdurət qoyma günah. Kimə qarşı? Lilləzinə əmənu. İman getirənlərə qarşı. Rabbənə İnnəkə rəufur rəhim. Ey Rəbbimiz, həqiqətən sən çox mehribansan və çox rəhm edənsən. Və Allah Taala'dan duamız budur ki, inşallah Allah Taala bir-birimizin haqlarına riayət etməkdə bizlərə müvəffəqiyyət nəsib edəsin. Və duamız budur ki, Allah Taala dünyada olan bütün müsəlmanların haqlarını qorunmasında onlara yar və yardımcı olsun.